İçərisini açmasa olmaz. Xırçıltıya baxın xanımlar. Salam kanalımın değerli izleyicileri, hər vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli badambura resepti paylaşacağım. Gəlin heç vaxt ötürmədən başlayaq. Qabın içərisinə ilk öncə isti südü əlavə edirik. 1 stəkan süddür. Südü əlavə edirəm. 1 xörək qaşığı, dop-dolu olmayan xörək qaşığı, şəkər tozu əlavə edirəm. Yarım paçka maya əlavə edirəm, hardasa 1 çay qaşığı. Qarışdırıram. 1 xörək qaşığı un əlavə edirəm. Qarışdırıram. Undan əlavə edirəm. Burada 5 stəkan un var. Yarısını əlavə edirəm. Duz əlavə edirəm. 1 çay qaşığı duz burada var. 2 ədəd yumurtanın sarısını əlavə edirəm. Xama əlavə edirəm 100 qram. 100 qram otaq temperaturunda yağ əlavə edirəm. Bu arada ərzaqların hər biri otaq temperaturunda olmalıdır. Şəkərli vanil əlavə edirəm. 1 paçka. Badambura vanili daha gözəl olur. 1 çay qaşığı sirkə əlavə edirəm. Əgər xəmiri çox götürsəniz, 1 xörək qaşığı əlavə edə bilərsiniz. Qarışdırıram. Xəmir yoğururam. Xəmir bərk xəmir olmamalıdır. Orta yumuşaqlıqda xəmir olmalıdır. Sonda nə qədər un əlavə etdiyimi mütləq qeyd edəcəm. Xəmiri nə qədər yaxşı yoğursaq, bir o qədər badambura gözəl alınacaq. Qalan unu da az-az əlavə edirəm. Mütləq unu az-az əlavə etmək lazımdır sona yaxın. Çünki yumurtanın böyüklüyündən və unun tutumundan asılı olaraq əlavə edəcəyimiz un dəyişə bilər. Sonda bu cür yumuşaqlıqda xəmir alınır. Üzerini bağlayırıq, qoyuruq 20 dəqiqə kənarda qalsın. Daha sonra keçəcəyik kündələməyə. Sonda 6 stəkan un əlavə etdim. 6 stəkan unla bu xəmiri yoğurdum. Xəmir dincəldi. Xəmiri dəzgahın üzərinə əlavə edirəm və kündə tuturam. Forma verirəm. Eyni boyda kündələrə ayırıram. 2, 4, 6, 7 dənə kündə. İndi bunları eyni formada salaraq kündələyirəm. Kündələr artıq hazırdır. Qoyuram kənarda 20 dəqiqə qalsın. Kündələr gəlsin. Keçəcəm yayıb içərisini yağlamağa. Dəzgahın üzərinə un əlavə edirəm. Dincəlmiş kündəni əlavə edirəm. Və yuxa açıram. Lazım olduqda un əlavə edirik.
Yağladığımız tezgahın üzerine yuxanı sərirəm. Duru yağla yağlamışdım bu arada xanımlar. Keçirəm hər tərəfindən bu formada dartıb uzatmağa. Gəldiyi qədər dartırıq. Çox dartmağa ehtiyac yoxdur. Nə qədər gəlir, o qədər dartmaq lazımdır. İlk xəmiri açdım. İndi isə üzərini yağlayıram. Belə kis vasitəsilə yağ əlavə edirəm. Qaşıq vasitəsilə əlavə etdiyimizdə çox olur. Hər tərəfini yağlayıram. Yağladım, keçirəm ikinci kündəni açmağa. İkinci yuxanı açdım, yağladım. İndi isə keçirəm digərlərini də açım, yağlayım. Sonra 7 yuxanı açıb yağlayandan sonra gələcəm yenə sizlərlə kəsməyə. 7-ci yuxanı da açdım. Üzərini azacıq yağladım. Çox yağlamırıq. Yağlamaya da bilərsiniz. İndi isə keçirəm kənarlarını kəsib düzbucaqlı şəkildə düzəldirəm ki, bütün badamburalar eyni formada, eyni ölçüdə alınsın. Keçək kəsməyə. Səliqəli formada kənarlarını belə götürəcəm. Təbii ki, kənarlarını atmayacağım. Sonra üst-üstə yığıb badambura şəklini verəcəm. Keçirəm açdığım yuxaları sıx şəkildə bükməyə. Rulo şəklində bükürük. Başlanğıcı etdikdən sonra sonrası rahatlıqla belə əlimizin içi vasitəsilə rulo şəklində bükürük. Gördüyünüz gibi bu şəkildə saldım. Yuxalar içərisində eybi yoxdur. Bu şəkildə büktüyüm kəsməyə. Keçək kəsməyə 2 barmaq belə götürürəm. Kənarını ilk öncə kəsirəm. Kənarı görürsünüz belə. İndi isə keçirəm 2 barmaq, 2 barmaq. Baxın belə çox böyük istəmirəm olsun. İndi belə ölçəcəm. Salafanın altına yığacaq. Biraz dincəlsin. 15-20 dəqiqə dincəldikdən sonra içərisini açıb içərisini dolduracağıq. Yığdım bu rulonları. İndi qoyuram 10 dəqiqə dincəlsin. Sonra içliyini dolduracağım. İçliyini öncədən hazırlamışam. Ləpə, fındıq ləpəsi və qoz ləpəsindən istifadə edəcəm. Ümumiyyətlə qozu çox sevdiyim üçün. İçərisində azacıq qaralsa da qozu bişirdiyimiz zaman qoza daha dadlı olduğu üçün həm fındıq, həm də qozdan istifadə edirəm. Keçək indi için doldurulmasına. Belə badamburaları götürürəm. Bu hissəsini, baxın xəmir necə gözəldir xanımlar. Bu hissəsini baxırıq, hansı tərəf səliqəsizdirsə onu üstə salırıq. Bunun iki tərəfi də gözəldir. Oyuq açırıq. Yaxşı doldururuq, nə qədər aparaq, ləpəni o qədər içərisini doldururuq. Yaxşı bastırırıq ki, kenarlarından çıxmasın.
İndi keçən bükülməsinə belə kənarlarından gətiririk. Sanki şəkər bura bükülmüş kimi. Belə uzun son formada. Yağda olduğu üçün çətin bükülür, ancaq bükməliyik mütləq xanımlar. Yaxşı bükməliyik ki, açılmasın. Oradan inşallah görünür. İçəriyə doğru belə qatlayırıq, gözəlləşdiririk. Baxın, bu da bizim badam buramız. Sonra, bundan sonrası var xanımlar. Bu formada baxırsınız kənarlarını necə edirəm. Kənarlarını bu formada edirik. Aşağı doğru bastırırıq ki, ortası qalxsın, yaxşı bitsin. Həm də badam bura formasını alsın. Belə. Forma veririk, çeviririk və bu hissələrdən yenidən bastırırıq. Badam buramız artıq hazırdır. Hər birini bu formada edib yığıram. Sonra 15 dəqiqə gözlədikdən sonra soba listinə əlavə edib bişirəcəm. Badam buraları soba listinə əlavə edib qoyacağım 150-160 dərəcədə bişməyə. Ən aşağıya yerləşdirirəm. Baxın. Və 150 dərəcə. İlk listi bişirdim, çıxardım. Baxın necə gözəl qatları, necə gözəl görünür. Rəngi möhtəşəm. Çox gözəl badam bura alındı. Bu reseptlə mütləq yoxlayın. Baxın, qıraqları biraz qızarmağa başladı. Götürməliyik. Altı bu formada qızarır. Kızaran kimi biz sobadan badam buranı çıxarırıq. Badam bura ağ olmalıdır, ağ saxlamalıyıq. Qızlar, çox dadlı, ləzzətli Novruz şirniyyatımız hazırdır. Görün necə gözəl alındı. Üzərini şəkər pudrası bəzəyirəm. Baxın necə gözəl, möhtəşəmdir. İndi içərisini açım, siz də baxın. Mütləq içərisini açmasa olmaz. Xırçıltıya baxın xanımlar. Çox dadlı, qatları dən-dən sayılan bir badam bura alındı.